Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Fransa əsarətindəki Yeni Kaledoniyanın taleyi həll olunur bu dəfə. Bu adanın yerli ən qədim əhalisi Kanaklardır. Hazırda ada cəmiyyətinin cəmi 40-45%-ni təşkil edirlər. Tarixi proseslər fonunda öz torpaqları, siyasi və iqtisadi hüquqlarından məhrum ediliblər. Müstəmləkə siyasəti nəticəsində adanın tərkibi dəyişdirilib. Bura Avropalılar və digər xarici qruplar köçürülüb. Avropalılar və qarışıq qruplar şəhərlərdə yerləşdiyi halda yerli Kanaklar kəndlərə doğru sıxışdırılıblar. Təkcə yaşayış tərzləri yox, həm də düşüncə tərzləri zamanla aşınıb. Bəziləri onları dustaq saxlayan əldən, yəni Fransadan mərhəmət umar olub. Bura köhnə dünyanın qaydaları ilə idarə edilən Yeni Kaledoniyadır. Məqsədi azadlıq və əbədi qurtuluşdur. Bəs Yeni Kaledoniya bir gün tamamilə öz qanuni sahiblərinə qayıdacaqmı? Fransanın müstəmləkəçilik siyasəti nə az, nə çox 500 illik tarixə malikdir. Bu baxımdan onu mərhələlərə ayıraraq təhlil etmək olar. Böyük coğrafi kəşflər dövrü, ilk imperiya dövrü, ikinci imperiya dövrü, Napolyon və sonrası, yüksəliş dövrü, ikinci Fransa imperiyası və Afrika-Asiya ekspansiyası, dekolonizasiya dövrü, postkolonial və neokolonial dövr. 2023-cü ildə Fransa prezidenti Emmanuel Macron çıxışlarının birində demişdi ki, müstəmləkəçilik insanlığa qarşı cinayətdir, amma digər tərəfdən baxın, Fransa tarixin ən böyük müstəmləkəçi imperiyalarından biridir. Üstəlik, onun müstəmləkələrində ən azı 10 milyondan artıq insan müxtəlif formada məhv edilib. İkinci Dünya müharibəsinə qədər Fransanın yaratdığı müstəmləkə imperiyasına 50-yə qədər ölkə daxil olub. İş belə gətirdi ki, İkinci Dünya müharibəsindən sonra müstəmləkə sistemi sürətlə dağılmağa başladı, cümlədən Fransanın və Fransa dövləti məcbur oldu 1946-cı ildə əvvəlki müstəmləkə imperiyasını Fransa İttifaqı adlandırdı. 12 il keçdi, 1958-ci ildə De Gaulle hakimiyyətə gələndə Fransa İttifaqını Fransa Birliyi sözü ilə əvəz elədi. 1970-ci ildə isə bu dəfə Fransa Birliyi bugün 58 ölkəni birləşdirən Frankofoniya təşkilatına çevrildi. Keçmiş Fransa müstəmləkələri demək olar ki, hamısı bura daxildir. Fransa'nın mesela ilk dönem sömürgelerinde biz şunu net bir şekilde görüyoruz. Bir dini söylem var. Yani Tanrı adına, işte kutsal krallık adına yaptığı işgaller. Daha sonra aydınlanmayla beraber medenileştirme misyonu kavramı ortaya çıkıyor ki bence sömürgecilik açısından en önemli şey bu. Kendisi daha böyle üst bir soy olarak kabul ederken diğer sömürülen halkları bir ikinci sınıf ya da alt soy olarak tanımlama gibi bir durum söz konusu oluyor burada. Bu kategorizasyonu gerçekleşince kendisini modern ve medeni olarak tanımlayan Fransa, karşı taraftaki sömürge halkları da ilkel ve barbar olarak tanımlıyor. Bu ayrıma gitme nedenleri aslında gerçekleştirecekleri bütün o illegal faaliyetleri ki bunun içerisinde pek çok şey var. Yani oradaki hakların gaspı var. Doğal kaynakların ele geçirilmesi var. Mülkleştirilmesi var yani daha doğrusu pek çok şeyde. Bunları meşru hale getiriyor. Siyasal şiddet de buna dahil edildi. Müstəmləkəçilik bir dövlətin başqa bir ölkə və ya ərazisini siyasi, iqtisadi və mədəni cəhətdən öz nəzarəti altına almasıdır. Bu proses adətən güc tətbiqi, hərbi işğal və ya iqtisadi asıllıq yaratmaqla həyata keçirilir. Müstəmləkəçilik nəticəsində yerli xalqların resursları istismar olunur, onların sosial-iqtisadi inkişafı məhdudlaşdırılır və mədəni kimlikləri təzyiq altında qalır. İqtisadi və siyasi cəhətdən metropoliyanın səlahiyyətinə keçirilən ərazidir. Müstəmləkənin sahibinə metropoliya deyilir. Metropoliya müstəmləkə nədən ötürü lazımdır? Birinci, sərvətlərinə görə lazımdır. İkincisi, müstəmləkə tutur, ərazisi və əhalisi genişlənir. Üçüncüsü, günlərin birində həqiqətən imperiya çevrilir. Müstəmləkə satış bazarıdır, müstəmləkə kapital qoyuluşu yeridir, müstəmləkə
ucuz işçi qüvvəsi mənbəyidir, müstəmləkə dəniz ticarətidir. Digər ölkələrə öz müstəmləkəsinə çevrilmək istəyi siyasi proses olaraq görülsə də, amma hər birinin arxasında başlıca faktor iqtisadi faktordur. Çünki hər bir ölkə öz ölkəsini inkişaf etdirmək üçün əlavə resurslara ehtiyac duyur. Bu baxımdan ilkin vəziyyətlərdə siyasi toqquşmalar, hərbi toqquşmalar və bütün bu stabilləşmədən sonra başlayır həmin ölkələrin öz müstəmləkələrinin deməli resurslarının mənimsənilmə mərhələsinə. Yəni hədəf, əsas məqsəd məhz prosesin sonunda başlayır. Fransanı kolonializmə şirnikləndirən bir neçə əsas faktor var idi. Bunlar həm iqtisadi, həm siyasi, həm də ideoloji motivlərlə bağlıdır. İqtisadi baxımdan qızıl, gümüş, ədviyyat və digər xammal, həmçinin ucuz bazar və əmək gücü cəlb edici idi. Siyasi strateji səbəblərdən Britaniya, İspaniya və Portuqaliya ilə rəqabət, dəniz yollarına nəzarət və nüfuz qazanmaq önəm daşıyırdı. İdeoloji olaraq Fransa mədəniyyət daşıyıcısı rolunda çıxış edir, dilini, dinini və mədəniyyətini yaymağa çalışırdı. Sosial planda isə koloniyalar yeni iş, torpaq və imkanlar formalaşdırırdı. Avropa ölkələrinin böyük əksəriyyəti, o cümlədən də Fransa, məhz 17-ci, 19-cu əsrlərdə, o cümlədən də 20-ci əsrin sonlarına doğru olan bir müddətdə öz sənayələrini inkişaf etdirmək üçün böyük ölçüdə resurslara ehtiyac duyurdular. Məhz bu resurs ehtiyacı 17-ci əsrdən başlayaraq Fransada sənaye inqilabından sonra genişlənən iqtisadiyyat bu resursları əldə etmək üçün artıq Şimali Afrikaya, Okeaniya, Avstraliyanın sərhədlərinə, Yeni Zelandiyaya və bu coğrafiyaya genişlənməyə başladı. 1774-cü ildə James Cook Yeni Kaledoniyanı dırnaqarası kəşf etdi. Yəni hələ Avropaya məlum olmayan ərazini üzə çıxardı. 19-cu əsrin ortalarında Fransa strateji mövqeyi və mineral ehtiyatlarına görə adaya göz qoydu. 1853-cü ildə isə bölgəni işğal etdi. Tabii Okyanusya ya da Pasifik'e bakan bir bölge olarak burayı kontrol etmenin önemli bir şey olduğunu düşündüler. Çünkü İngiltere ile rekabet etmeleri gerekiyor. Ve Yeni Kaledonya'ya bu şekilde yerleşmeye başladılar. Tabii oranın yerli halkları var. Yani Fransa, işte Kanaklar var. Fransa Afrika'da nasıl davranıyorsa, Afrika'da nasıl bir sömürgecilik faaliyeti yürütüyorsa benzer bir faaliyeti de yine Yeni Kaledonya'da yürütecekti. Yeni Kaledonya'daki işgali sırasında biraz önce bahsettiğim o bütün parametreleri net bir şekilde Fransa sömürgeciliğinde Yeni Kaledonya'da da görmek mümkün. Uzun bir süre orayı elinde tutuyor. Halen daha bu devam ediyor. Tabii bu tartışmalı bir hale geliyor zaman içerisinde. Fransa artıq göründüyü kimi 3 əsrdə yaxın bir müddət ərzində bu istiqamətdə olan resursları mənimsəməkdədir. Hansı resursları? İlk növbədə Yeni Kaledoniyanın biz baxsaq görərik ki, böyük ölçüdə bütöv planetin onda birinə sahib olacaq nikel ehtiyatları vardır. Məhz nikel ehtiyatları Fransa üçün çox önəmli, Fransa sənayesi üçün çox önəmli ehtiyatlardır, çox önəmli xam maldır. Çünki qloballaşan dünyada sənaye 3-cü, 4-cü, 5-ci sənaye inqilablarından sonra bu tip məhsullara, bu tip xam mallara müasir elektronikanın, müasir maşınqayırma sənayesinin, müasir texnologiyanın çox böyük ehtiyacı vardır. Və bu baxımdan Fransa üçün Yeni Kaledoniya əvəz edilməz bir ərazidir. Bu Fransa harda müstəmləkənin sahibidir, ora öz mədəniyyətini gətirib, ora öz dilini gətirib, ora öz katolik dinini gətirib. Əvəzində oradan nə yaxşı nə varsa hamısını Parisə, Fransaya aparıb. Üstəlik yerli əhalinin dini, milli kimliyini ləğv eləməyə çalışıb. Hamısına deyib ki, sən Fransa adlı bir dövlətin vətəndaşısan. Əslində belə deyil indi Parisdə yaşayan fransızlara, Kanakara. Hüquqları məhdudlaşdırılan yerlilər 20-ci əsrin ikinci yarısından mübarizəyə başladılar. 1980-ci illərdə etirazlar gücləndi. 1984-1988-ci illərdə milliyyətçi hərəkatlar açıq mübarizəyə keçdi. Ouveya faciəsi toqquşmaların dramatik bir nümunəsi oldu. Deməli, birinci dəfə Yeni Kaledoniyada müstəqillik referendumu keçirilib 1987-ci ildə.
Təsəvvür eləyin, Fransanın hakim dairələri o referendumun baş tutmamasına çalışırdılar. Qarşısını almaq üçün dərdən qabıqdan həqiqətən çıxırdılar. Qarşısı alınmadı. Bu dəfə referendumun nəticələrini saxtalaşdırmaq yolu tutdular. Baxın, 1987-ci ildə Yeni Kaledoniyada keçirilən birinci müstəqillik referendumunda deyilənə görə cəmi 1,7% iştirakçı müstəqilliyə səs verib. Halbuki Kanakların mütləq əksəriyyəti referendumda iştirak eləmişdi. Bu həqiqətə heç yaxın da deyil. 1988-ci ildə bu Yeni Kaledoniyanın paytaxtında Fransa hökuməti ilə oranı idarə edənlər arasında, orada mübarizəyə başlıq edənlər arasında bir saziş imzalandı. Bu sazişə görə 1988-ci ildən 20 il sonra Yeni Kaledoniyada referendum keçirilməli idi ki, Yeni Kaledoniya müstəqil olmasın. Sadəcə Fransa ona dövlət elementləri versin, orada seçki islahatı keçsin, dolayısıyla parlament islahatı keçsin. Yəni, yeni kanaklar özlərini hardasa bir suveren ölkənin vətəndaşları kimi hiss eləyə bilsinlər. Hak ve özgürlükleri gasp etmesinin ötesinde aslında arada kategorik bir ilişki kuran bir aktör Fransa. Yani şöyle bakıyor, yani ben birinci sınıfım, ben üst soyum, bu karşımdaki insanlar alt soy. Dolayısıyla ben onlardan üstünüm, benim onların üzerindeki her türlü tasarrufum benim üzerime haktır. Ben kanaklar üzerindeki her türlü tasarrufumu kendime hak görüyorum. Burada her şeyi yapabilirim. Şimdi böyle baktığınız zaman zaten her türlü hak ve özgürlük gaspını meşrulaştırabilirsiniz. Yeni Kaledoniyanın azadlıq mübarizəsi 2020-ci illərdə yenidən gücləndi. Prosesin əsası 1998-ci il Noumeya sazişi ilə qoyulmuşdu. Bu sənəd yerli muxtariyyatın artırılmasını, torpaq və mədəni hüquqların qorunmasını, gələcəkdə müstəqillik məsələsinin səsvermə yolu ilə həllini nəzərdə tuturdu. 2018, 2020 və 2021-ci illərdə keçirilmiş referendumlarda əksəriyyət Fransaya bağlı qalmağı seçsə də, Kanak milliyyətçilərinin müstəqillik arzusu güclü olaraq qaldı. İkinci referendum bu cərgədən 2020-ci ildə keçirildi. Bunun da nəticəsi belədir. Üçüncü də 2021-də oldu. Bunun nəticəsi əvvəlkilərdən də həqiqətən azınacaqlıdır və referendumun nəticəsi göstərir ki, bu xalq müstəqillik istəmir. Amma bu xalq həqiqətən müstəqil istəyir və sonuncu nümunə 2024-cü ilin may ayında Yeni Kaledoniyanın paytaxtında izdihamlı nümayiş olub və nümayiş Fransa Silahlı Qüvvələri tərəfindən yatırılıb. İndi buna görə bu mübarizə müstəqillik ilə, qələbə ilə nəticələnmir ki, hələ bu mübarizənin yaşı o qədər çox deyil. Onların bir düzəmməli mübarizə təcrübəsi yoxdur. Fransanın onlara müstəqillik tanımaq deməli niyyəti yoxdur. Bir də lazımdır ki, kənardan kimsə bunları dəstəkləsin. Biz ərazisinə baxmış olsaq görərik ki, əslində o qədər də böyük ərazi deyil. Azərbaycanın 2020-ci ildə işğaldan etdiyi ərazi ölçüsündə bir sahəyə sahibdir. Əhalisi də təxminən Gəncə şəhərinin əhalisi qədər bir 300 minə yaxın bir əhalisi olan bir məmləkətdir, bir torpaqdır, bir yerdir. Amma coğrafi baxımdan məhz Yeni Zelandiya, Avstraliya və o ərazidə olan digər ölkələrə təsir etmək, o ölkələrlə əlaqələr qurmaq, oranın da resurslarını bu və ya digər formada əldə etmək, eyni zamanda o ərazidə istehsal emal sahələri quraraq ixraca yönəltmək, böyük dəyərləri Fransaya çatdırmaq üçün bu torpaqlar çox önəmlidir. Kanakların azadlıq mübarizəsi 2025-ci ildə nəhayət öz nəticəsini dirdi. Fransa ilə ada cəmaəti arasında Yeni Kaledoniya dövlətinin yaradılması ilə bağlı saziş imzalandı. 13 səhifəlik bu sənəddə vurğulanır ki, yeni dövlət elan edilsə də, bölgə Fransa Respublikasının tərkib hissəsi olaraq qalacaq. Həmçinin Yeni Kaledoniya vətəndaşlığı anlayışının yaradılması və bu statusun Fransa vətəndaşlığı ilə birləşdirilməsi imkanı qeyd olunur. Bu müqavilə illərdir müstəqillik mübarizəsi aparan Kanak icması ilə Paris arasında kompromis qiymətləndirilir. Əsas özəlliyi isə ondan ibarətdir ki, Fransa tarixində ilk dəfə bir xarici ərazi dövlət statusu almış olur. Müstəmləkəçilik təfəkküründə olan subyektin ayrı-ayrı subyektlər tərəfindən təzyiqlərə məruz qalması nəticədə ən pasiv qalan müstəmləkələri belə zamanla azadlığa çıxardır. Fransanın da Yeni Kaledoniya üzərində
bu gün təsirinin yumşalmasını mən Yeni Kaledoniyanın azadlığı, mübarizliyi ilə əlaqələndirmirəm. Məhz qloballaşan dünyada ümumi geosiyasi vəziyyətin dəyişməsi fonunda insanların, o cümlədən də dövlətlərin, o cümlədən də baxışların, institusionlaşmanın məhz müstəmləkəçilik siyasətinə qarşı olması nəticədə Fransa kimi dövlətlərə, o cümlədən də Fransanın özünün birbaşa yumşalmasına gətirib çıxardır. Mesela hukuki bir şekilde Yeni Kaledonya'nın bağımsızlığı ya da gerçek manada bir devlet statüsü çıkmayacağını ummuş olacak ki Fransızlar. O dönemde gerçekleşen işte o protestoların, o çatışma ortamının, o gerilimlerin biraz sakinleşebilmesi için böyle bir yola girdiğini anlıyorum. Çünkü dediğim gibi hukuki olarak bunu hala engelleyebileceği çok fazla aracı var. Mesela sahada yapılacak referandumda ki o referandumun sağlıklı bir şekilde yürüyüp yürümeyeceği, özgür ve adil biçimde yapılıp yapılmayacağı bir soru işareti. Bugün 2025'te yapacağı bir referandum adil ve özgür biçimde gerçekleşirse Yeni Kaledonya'nın bağımsızlığına vesile olabilir. Fakat burada çok özgür seçimlerin yapılabileceği ya da referandumun yapılabileceği benim açıkçası kuşkularım var. Yeni Kaledoniyanın azadlıq mübarizəsinə qlobal münasibət, BMT prinsipləri və beynəlxalq hüquqla müəyyən olunur. Referendumlar vasitəsilə yerli əhalinin iradəsi önəmli sayılır. Regional aktorlar sabitliyi izləyir, Fransanın müttəfiqləri Parisin mövqeyinə dəstək verir. Ümumilikdə yanaşma, sülh, dialoq, referendum hüququ və regional stabilliyə yönəlib. Lakin məsələ heç vaxt beynəlxalq ictimaiyyətin prioritetlərindən olmayıb. İnanın, bunların mübarizəsinə dünyada bugün ən çox dəstək verən bizik. Yəni Azərbaycan Respublikasıdır. 2023-2024-cü illərdə bu Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konferanslarda bir qismində çıxış eləyərkən və ya bu məzmunlu tədbirlərdə çıxış eləyərkən, danışarkən Cənab Prezidentimiz deyib ki, bugün dünyada neokolonializm siyasətinin başında Fransa dayanır və nədən Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri məhz yeni müstəmləkəçiliyə qarşı mübarizədir. Bunu görə ki, onlar bizdən kömək istəyirlər. Bizim də belə ənənəmiz var çoxdan, qədimdən ki, kömək istəyənə yardım, həmişə yanında olmuşuq. Bir gün Fransa müstəmləkələri də indi əsl müstəmləkə deyil, öz müstəqillərinə qovuşacaqlar. Azərbaycan beynəlxalq hüququ bilir, Azərbaycan beynəlxalq hüquqa əməl eləyir və ən sədaqətli dövlətlərdən biridir beynəlxalq hüquqa. Bu mənada deyim ki, qəti şəkildə nə Fransanın, nə də onun müstəmləkələrinin daxili işlərinə heç zaman Azərbaycan qarışmayıb. Sadəcə yerli əhali, asli ərazilərin xalqları Azərbaycandan kömək istəyirlər, Azərbaycan təcrübəsindən faydalanmaq istəyirlər. Ümumilikdə Fransanın strategiyası Kanak icmasını məhv etmək olmayıb heç vaxt. Məqsəd onları nəzarət altında saxlamaq və qanuni çərçivədə yönləndirmək olub. Səbəbi isə regional sabitliyi həm də beynəlxalq imicini qorumaq olub. Fransa heç zaman öz müstəmləkələrinin inkişafında maraqlı olmayıb və daha çox oradan nələrsə gətirməkdə maraqlı olub. Üstəlik, bir halda ki, dövr dəyişib, yerli xalqların müstəqilliyi uğrunda mübarizəsi güclənib, Fransa dövləti də ara-sıra bunu nəzərə alıb, məsələn, onlara müəyyən hüquqlar vermək qərarına gəlib, amma hüquqları da tam verməyib də. Məsələn, baxın İngiltərə müstəmləkələrinə, bugün də həqiqətən ondan ayrılmaq istəmirlər. Britaniya Millətlər Birliyində belə səmimi qalmağa meyillidirlər, amma Fransa müstəmləkələri haqqında bunu demək çox çətindir. Müstəmləkəçilik siyasətinin zənciri içərisində olan xalqlar birmənalı olaraq öz azadlıqlarını istəyirlər. Öz deməli iradələrinin azad olmasını, öz ölkələrini, öz ərazilərini öz istədikləri kimi inkişaf etdirməklərini istəyirlər. Kiminsə sözü ilə oturub durmaq, hansısa ölkənin diktəsi ilə qərarlar vermək, istər təhsil sektoruna, istər mədəni sektora, istər siyasi sektora, istər iqtisadi sektora öz mənfi təsirini göstərir və bu tip xalqlar birmənalı olaraq bu buxovlardan qurtarmaq istəyirlər. O ki qaldı, Fransanın nədən bu uzun müddət davam etməsi, öncə də qeyd etdiyim kimi, qlobal siyasətdə müəyyən mühit yaradılmalıdır. Müəyyən mühit yaranandan sonra bu domino effekti ilə bir müstəmləkəçinin azadlığa çıxması, onun yenilərinin də azadlığa çıxması üçün stimul verir. Trump'ın başkan olduğu Amerika başkanı olduğu dönemde Indo-Pasifik bölgesi yeniden kıymetli hale geldi.
Yani bildiğiniz gibi Trump Orta Doğu'daki bölgedeki Avrasya bölgesindeki çatışmaları sona erdirip Çin'e odaklanmak istiyor. Yani bu da İndo-Pasifik bölgesi, yani Hint alt kıtasından işte Kore'ye kadar olan o geniş coğrafya ve aynı zamanda Pasifik alanında kıymetli hale getiriyor. Burada üzerinde muhkem bölgeler var. Yeni Kaledonya muhkem bölgelerden birisi. Yani Fransa İndo-Pasifik bölgesinde bir açılım sağlamaya çalışıyor. Yani buradaki rekabeti öngörüyor ve Yeni Kaledonya'da kalması aslında rekabette kalması anlamına gelecek. Yeni Kaledoniyanın tam müstəqilliyi hüquqi, iqtisadi və sosial baxımdan bir sıra çətinliklərlə bağlıdır. Hüquqi və siyasi baxımdan 1998-ci il Noymen sazişi və 2025-ci ilin iyulunda əldə olunmuş razılaşma muxtariyyət imkanlarını artırsa da, tam müstəqillik hələ hüquqi baxımdan müəyyən edilməyib. Bunun üçün Fransa ilə yeni referendum və danışıqlar tələb olunur. Dövlət sayıla bilməsi üçün bilavasitə ən böyük məhrum olduğu məsələ siyasi dəstəkdir. Qlobal güclər tərəfindən siyasi dəstəkdir. Yəni bir neçə ölkənin siyasi dəstək verməsi yetərli deyil. Bu gün biz Fələstin misalında bunu görürük. Tek başına bir referandumda evet resmi olarak özgür olabilirsiniz ama de facto olarak bağımlı olmaya devam edebilirsiniz. Yani söz gelimi Fransa bu kadar kültürel olarak baskın olduğu bir coğrafyada kalkıp da evet ben sana bağımsızlığını veriyorum dediğinde de siz şey yapabilirsiniz, işte ona bağımlı bir şekilde hayatınızı devam ettirebilirsiniz. Çünkü Fransa bu neokolonyalizm konusunda oldukça usta bir devlettir. Fransa ile Yeni Kaledonya'nın arasında bir kopuş olması için, işte Yeni Kaledonya'nın özel, özgür, bağımsız, egemen bir devlet olabilmesi için kendi ortaklarını belirleyebilmesi gerekiyor. Yani söz gelimi farklı ülkelerle ortaklıklar geliştirmesi gerekiyor. Yeni Kaledoniya tam müstəqillik qazansa, kiçik ada dövləti olaraq çətinliklərlə üzləşə bilər. Siyasi olaraq, kiçik dövlətlərin dünya səhnəsində tanınması və BMT-də daimi iştirak hüququ qazanması zaman alır. Ada öz diplomatik şəbəkəsini qurmalı, səfirlik və konsulluqlar üçün resurs ayırmalıdır. Avstraliya, Yeni Zelandiya və Fransa kimi qonşularla münasibətləri tarazlamaq lazımdır. İqtisadi cəhətdən, ada iqtisadiyyatı əsasən nikel çıxarışına və Fransanın dəstəyinə bağlıdır. Tam müstəqillikdə xarici investisiya və bazarlara çıxış problemləri yarana bilər. Büdcəni öz gəlirləri ilə idarə etmək, valyuta, vergi və xərclərin balansı böyük risk daşıyır. Hüquqi və idarəçilik, öz konstitusiyasını və hüquq sistemini yaratmaq, resurs və insan gücü tələb edir. Etnik qruplar arasında siyasi qarşıdurmalar və mövcud Fransa qanunlarının yenidən qurulması mürəkkəb prosesdir. Sosial və mədəni olaraq qanaqlar və digər icmalar arasında gərginlik yarana bilər. Qloballaşma və xarici mədəni təsirlər risklidir. Əhalinin azlığı səbəbi ilə idarə etmə, təhsil və səhiyyədə kadr çatışmazlığı mövcuddur. Təhlükəsizlik və müdafiə məsələləri. Ordu yaratmaq xərc tələb edir. Müstəqil müdafiə sistemi yaratmaq üçün Avstraliya, Yeni Zelandiya və Fransa ilə razılaşmalar tələb olunur. Müstəqillik qazanmaq, belə deyək də, çətindir, amma mümkündür. Müstəqilliyin bərpasından sonra söhbət təkcə siyasi müstəqilliyə getmir ki, onlar siyasi müstəqillik qazanır. İndi iqtisadi cəhətdən müstəqil olmaq lazımdır, indi sosial müstəqil olmaq lazımdır, indi mənəvi, mədəni cəhətdən müstəqil olmaq lazımdır. Bu, həqiqətən çətin məsələdir. Bunun örtü müəyyən dövr lazımdır. Dünyanın azadlıq sevən, sonra tərəqqinin yanında olan, asılı ərazilərdə yaşayan insanların mənafələrini müdafiə edən çoxsaylı dövlətləri var. Həqiqətən demokratikdir, həqiqətən insansevərdir, həqiqətən imkanlıdır. Biri Azərbaycan Respublikası. İlk növbədə bunların dəstəyi ilə, bunların köməyi ilə onlar müəyyən zaman kəsiyində sözün əsl mənada müstəqilliyə qovuşacaqlar. Onun qısa dönəmdə, çox qısa müddət ərzində dünyanın inkişaf etməkdə olan əsas ölkələrindən birinə çevrilmək üçün fürsətləri vardır. Bu fürsət həm onun ərazisi və əhalisi arasında pay bölgüsündən gedir, yəni adam başına düşən ərazinin ölçüsündən gedir. Eyni zamanda bu müstəqillik nəticəsində təbii ki, Fransa mədəniyyətinin, Fransa texnologiyasının istər-istəməz o ərazilərdə izləri qalacaqdır və ən əsası onun qonşularında Avstraliya kimi dövlət var, Çin kimi dövlət var, Yeni Zelandiya kimi dövlət var, Sinqapur kimi dövlət var. Yəni Asiya pələnglərinin əhatəsində olan bir, coğrafiyada olan bir dövlətdir. Yəni burada sadəcə azad rəqabət şəraitində
bir iqtisadiyyatı qurmağa siyasi rəhbərliyi qərar verərsə, qısa müddət ərzində məhz bu əhatələndiyi ölkələr və coğrafiya onu tezliklə əsas inkişaf etmiş ölkələrdən birinə çevirə bilər. Yeni Kaledonya'da bağımsız bir devlet kurulsa bile askeri darbelerle hükümetlerin devrilebildiğini ve Fransa yanlısı, Fransa'ya müzahir yeni yönetimlerin ortaya çıktığını göreceğiz. Dolayısıyla burada Yeni Kaledonya'nın bağımsızlığını merkeze aldığımız zaman Fransa'nın yeni sömürgeci araçlarını konuşmamız gerekir düşünüyorum. Yani Fransa bunları çok kolay yapabilen bir ülke. Mesela para ihtiyacınız var. Yeni kurulmuş bir devlette bütçeye ihtiyacınız var. Kalkınma işbirliği faaliyetleri ya da dış yardım faaliyetleri için bunları karşılayabilir. Ama bunun karşılığında sizden çok daha fazlasını alır. Dolayısıyla Yeni Kaledonya için mesele sadece bağımsızlık planlamak değil. Aynı zamanda Yeni Kaledonya'nın bağımsızlık sonrasını da planlayabilmesi gerekir. Yeni Kaledonyadakı daxili bölünmə və Fransanın dərin kök salmış nüfuzu tam müstəqilliyi çətinləşdirir. Praktik nəticə olaraq tam müstəqillik mümkündür, lakin uzun müddətli dialoq, kompromis və mərhələli keçid tələb edir. Fransa üçün kolonializm pul, prestij, strateji üstünlük və mədəni missiyanın kombinasiyasından ibarətdir. Bu izlərin adadan dərhal silinməsi isə gözlənilmir. Yeni Kaledoniya üçün tam sərbəstlik halqaların bir-bir qırılmasından keçir.